Nəsə batıb ayağına? Hə, bilmirsən, çəkələkdə nəsə o. Yaxından bir dənə çəkiş yapır. Gördüyümüz kimi ayağın altında bir yara var. Çəkələk dediyi, yəni ayaqqabıda bəziləri şəpi, bəziləri şapşapı. İndi rezin tapuçka, ümumən, yəni ayağa giyindiyimiz ayaqqabıları mütləq geyməmişdən qabaq əlimizi içinə salıb yoxlamalıyıq. Çünki ayaqda hissiyatın olmaması, ayaqqabıda hansısa bir yad cismin, mismarmı, hansısa bir knopkamı, nəsə bir məftilmi batır ayaqqabının altından və ayağı belə zədələyib, nəticədə fəsadlara gətirib çıxara bilər. O nöqteyi nəzərdən mütləq şəkərli diabet xəstələri ayaqqabılarını geyməmişdən qabaq əlləri ilə yoxlasınlar.